Ey cəmaət, vurmayın çox nizə və xəncər mənə. Ey cəmaət, vurmayın çox nizə və xəncər mənə. Bəsdir bu sinəmdəki dağı Əli Əkbər mənə. Olmayın amadə cəngə, ey cəmaət, yol verin. Olmayın amadə cəngə, ey cəmaət, yol verin. Sinəmi vermin xədəngə, ey cəmaət, yol verin. Gedərəm Rumə, firəngə, ey cəmaət, yol verin. Qoymadız, olsun nişimən, qəbri peyğəmbər mənə. Ey cəmaət, vurmayın, çox nizə və xəncər mənə. Bəsdir bu sinəmdəki dağı Əli Əkbər mənə. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli əzadarlar, dəyərli Həzrət İmam Hüseyin Əleyhisselamın matəmini tutanlar, hər vaxtınız xeyr olsun. Bax, bugün yenə də vəd olduğumuz kimi xeymə önündə xidmətinizdəyik. Hər axşam studiyamızın çox hörmətli qonaqları olur. Bugün də bu qonaqlar sırasından Azərbaycanımızın çox dəyərli ilahiyyətçisi, dəyərli ruhanisi, illərlə, elmi ilə bu xalqın xidmətində dayanan mənim əziz qardaşım Hacı Namiqdir. Hacı, xoş gəlmişsiniz. Allah razı olsun. Hacı, mən minnətdaram ki, bu Mühərrəmliyin əvvəl 10 günlüyü doğrudan da sizlər üçün çətin bir gündür, xidmətdəsiniz. Bizə vaxt ayırdığınız üçün sizə öz dərin təşəkkürümü bildirirəm. Hacı, mənim ilk sualım bu cürdür ki, bugün biz Mühərrəm ayı yaşayırıq, bugün Kərbəla hadisələrini yaşayırıq və bu əvvəl 10 günlükdə istər məscidlərdə, evlərdə, şeyniyyələrdə ki, ağaya, özünə və yara ənsarına ki, əza saxlanılır, Kərbəlanın mahiyyətindən hər il danışılır, əza tutulur, muizələr olur, rozələr olur, ehsanlar olur və hər ildə bu əzadarlığı bir daha yenilənir. Bax, bu Kərbəla haqqında Allah Təbarək və Teala'nın nazil etdiyi Qur'an-ı Kərimdə işarələr mi deyim, ayə mi deyim, surə mi deyim, bu barədə danışaq inşallah. Ya Allah. Əvvəla salamlayırıq sizi və əziz izləyicilərimizi və biz də öz növbəmizdə başsağlığı ərz edirik bu müsibətli günlərə başda zamanı imamımız olmaq və bütün möminlərə Allah inşallah bu əməllərimizi bizim həm dünyamız və həm də axirətimiz üçün zəxir eləsin. İlahi amin. Bəli, Hacı Mehdi, Qur'an-ı Kərim özü buyurur ki, mən hər bir şeyi açıq-aşkar bəyan edənəm. Və təbii ki, bu həqiqətləri bizə əziz Peyğəmbərimizin və Əhl-i Beytinin mübarək dilinin vasitəsilə çatdırılır. Biz baxsaq Qur'anda tarixə aid ayələrimiz vardır. Misal üçün, Hud surəsinin 120-ci ayəsində Allah Təbarək və Teala buyurur ki, وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَى لِلْمُؤْمِنِينَ. Qur'anın hər bir ayəsi gözəldir, dəyərlidir bizim üçün. Çünki Allahın kəlamıdır. Amma bu ayədə Allah Təbarək və Teala Peyğəmbərimizə xitab edir, buyurur ki, Peyğəmbərlərin tarixlərini sənə bir-bir sadalayırıq və bu tarixdə sənin üçün və möminlər üçün mühüm mesajlar vardır. 4 dənə mühüm mesajı bu ayədə Allah Təbarək və Teala bizim üçün açıqlayır. Birinci buyurur ki, ən mühümü də budur ki, مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ. Qəlbin sıbatı, qəlbin aramlığı. Yəni, həqiqətə çatdırılırsan bu xəbərlərin vasitəsilə, bu tarixi varaqlamağın vasitəsilə. Və Allah Qur'anda həmən ayədə yenə buyurur ki, bu haqq sözlərdir. Yəni, bu vaxt öldürməkdən ötürü bir söhbət deyil. Tarixi oxuyaq ki, görək nə oldu yox. Oxuyaq, ibrət alaq.
haqqun Allah buyurur. Və mövizədir. Üçüncü xüsusiyyəti və zikra lil müminin və möminlər üçün bir təzəkkür, bir yada salmalıdır. Bəs biz boynumuzda bir borclu ki, biz tariximizə baxaq. Biz tarixi varaqlayaq. Tarixdə nələr olub? Tarixin ən acınacaqlı səhifələrinin içində Kərbəla faciəsi bütün müsəlman aləmi və qeyri-müsəlman aləmində də ki, dəlillər gətirmək olar onlara tarixdən, Kərbəla faciəsini qeyd edirlər. Kərbəla faciəsi bir tarixi hadisədir ki, onun misli olmayıb, onun bərabəri olmayıb və mühüm tarixlərdəndir. Kərbəlanın qiyamı, niyə görə baş verib bu qiyam? Nə səbəb olub İmam Hüseyn əleyhissalam qiyamı nədir? Əsli həqiqətdə Qur'an bizə buyurur ki, Kərbəlanı maraqlan, Kərbəlanı öyrən. Kərbəla bizə dirilik həyatı verir. Kərbəla bizim mənəvi yönümüzü kamilləşdirir. Kərbəla bizə öyrədir necə yaşayaq həyatda, azad insan həyatda necə olar, öz haqqını insan necə qorusun, dini uğrunda, öz torpağı uğrunda, öz namusu uğrunda, öz insanlığı uğrunda. Kərbəlada dərslər çoxdur, həddindən artıq. Bəs Qur'an bizə dedi ki, tarixlə maraqlan. Və biz də Kərbəla tarixini varaqlayırıq, görürük ki, Kərbəla tarixində böyük mesajlar var bizim üçün. Və təbii ki, bizim məsum imamlarımız və əziz Peyğəmbərimiz də İmam Hüseyn əleyhissalam barəsində öz buyurduqları mübarək hədislərdə ki, İmam Hüseyn əleyhissalamı yaddan çıxartmaq olmaz. Necə ki, Allah buyurdu, qəlblərin içindədir. Peyğəmbər də bir hədisində buyurur ki, İmam Hüseynin məhəbbəti hərara fi qulubil müminin. Bir otdur, harda? Qəlbin içində, qəlbdən danışır. Necə Allah ayədə buyurdu ki, 120-ci ayədə buyurdu ki, Nusabbitu bihi fuadək. Fuad, yəni qəlb mənasındadır. Bax, qəlbdən danışır Allah. Qəlb orada deyir, burada deyir qəlb. Qəlbin içində. Bir atəşdir, qəlbin içində. Həzrəti Peyğəmbər buyurur, la təbrud. Heç vaxt soymaz o atəş. Və bugün görürük ki, bu tarixi biz heç vaxt yaddan çıxarda bilmərik. Biz istəsək də yaddan çıxardaq, mümkün deyil. Yəni, Allah buna izin verməz. Allah buna izin verməz və bizim dinimiz Kərbəlanın üstündə. La ilahe illallah. Bugün biz diqqət eləsək, tarixi gözəl varaqlasaq, misal üçün Yezidin xəlifəlik dövründə Allah lənət eləsin. Yezid müsəlmanların xəlifəsi adı ilə insanların arasındaydı. Amma əsl həqiqətdə biz tarixə baxsaq, Yezid İslamda deyildi. Şeirləri var onun ki, heç Peyğəmbər yoxdur, vəhiy nazil olmayıb. Nə Cəbrail. Əgər bir kəs bu iddianı etsə, o necə müsəlman olsun? Necə müsəlman olsun? Mümkün deyil. Mümkün deyil. Bəs bizə Qur'an nə öyrədir? Bizə Qur'an öyrədir ki, bir kəs ki, öz canı ilə, qalı ilə, malı ilə, ailəsi ilə, hər bir şey ilə, ətrafı ilə İslamın qiyamına qalxır. Əslində, insanlığın qiyamına qalxır. O gərəkdir bizdə həmişə yad olunur. Biz şəhidlərimizin il dönümünü qeyd edirik. Bəli. Mümkündür ki, biz yaddan çıxardıq onları. Mümkün deyil. Xeyr, mümkün deyil. Mümkün deyil. Onların bizim boynumuzda haqqı vardır. Ən əziz şey insanda insanın şirin canıdır. Onlar ən əziz şeylərini verdilər. Allaha görə, millətin, xalqın, vətənin yolunda. Düzdür, şəhidlərimiz artıq hamısı cənnətdədir. Behişt əhlidirlər. Biz onlar üçün ağlamırıq. Nə edəyik? Biz şəhidlərimizin müsibətini ağlayırıq. Və bizim borcumuzdur buna edək, qeyd edək. Bu dərsi biz hardan almışıq? Kərbəladan almışıq bu dərsi. Kimin sözüdür? Həzrəti İmam Cəfər Sadiq əleyhissalamın sözüdür. Kimin sözüdür? İmam Hüseyn əleyhissalamın öz sözüdür. Həzrət nə deyir?
Deyir, bir qərib görsöz mənə ağlıyor. Bir susuz görsöz mənə ağlıyor. İmam Sadiq əleyhissalam nə deyir? Deyir, məclis düzəldin, bizim müsibətlərimizi zikr edin, ağlıyor. Məxsusən deyir, cəddimizin müsibətlərini. Rivayətdə var, Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm Həzrəti xanım Fatimə-i Zəhraya müjdə verir. Deyir, bütün gözlər qiyamət günündə ağlayar. İlla eynun bəkət bimusabil Hüseyn əleyhissalam. Fəqət bir gözdür ki, Fatimə can, Peyğəmbər buyurur, Hüseynin müsibətinə ağlayan göz, o ağlamaz. Hacı, elə bu mövzuda mən çox-çox sizdən üzr istəyirəm, sual verəcəkdim sizə ki, bugün Həzrət İmam Hüseyn əleyhissalama, Kərbəlaya, yəni o məktəbə, bu varlığa ağlamağı bəziləri irad bildirirlər. Ki, buna kişi ağlamaz, nə bilim, bu cür. Və yaxud da ki, hacı, elə qoy mənim fikrimi bu cür çatdırım ki, bugün dünyaya baxdıqda şəhidlər var, 100 illikdə, 200 illikdə, 300 illikdə, bəli, onlara ağlanılıb. Hadisələr olub, döyüşlər olub, insanın əlindən gedən olub, bunlara ağlanıb. Amma bugün dünyada Həzrəti İmam Hüseyn əleyhissalama ağlanan qədər heç kim ağlanmır. Bəli, bəli. Qur'an bizə icazə verir buna. Bizim müqəddəs Qur'anımız icazə verir buna. Ağlamağı bizə Qur'an icazə verir. Misal? Misal üçün, Qur'anda ayəmiz var, hədislərimiz də var. Bu hədisi təkrarlayın, sonra ayə mübarəki sizə ərz edəyərəm. Allah Peyğəmbəri xanım Zəhraya dedi, bütün gözlər ağlayar qiyamət günündə, illa o göz ki, bəqət limusabil Hüseyn. Hüseynin müsibətinə görə ağlayan göz, o ağlamaz. O, gülən gözdür və bəşarət verilən gözdür. Yəni, müjdələnmiş, gözəl. Bəs bu ağlamağın faydası qiyamətdə var. Allah təbarək və Teala müqəddəs Qur'anda buyurur ki, La yuhibbullahu cəhrə bis-su minəl qavl illa mən zulim. Nisa surasının 148-ci ayəsində. Buyurur ki, o bəlkdən danışmaq Qur'anda qadağan olmaz. Yəni, yüksəkdən danışmaq. Dadı, bidad eləmək, cəza eləmək bəyənilmir. Yaxşı deyil. Bir əzizin də dünyadan getsə, onun üçün də o cür, o həddə təbii ki, insan ağlayır. Amma o həddə qədərindən çıxma, bəyənilmir. Hətta edir, kərahatı var cəzənin. Amma bu ayədə, Nisa surasının 148-ci ayəsində deyir, İlla mən zulim. O kəslərə zülm olunubsa və o kəslərin üstündə, o kəslərin uğrunda, o kəslərin yolunda ağlayırsansa bərkdən, onda olur. Niyə? Əsli həqiqətdə bu ağlamağından sən zülmü dünyaya bildirirsən. Hacı, mən bu barədə heç eşitməmişdim. Qur'anın ayəsidir bu. Yəni, mən bugün bir şəhid üçün ağlayıramsa, şəhidin məqamı yuxarıdır. Şəhidin məqamı ucadır. Şəhid bizə şifaat eləyəcək. Qur'an deyir, şəhid indəllahdır. Ən ali mərtəbədə bizim şəhidlərimiz. Gözəl. İndi şəhidlərin sərvəri hardadır? Əgər şəhid ali mərtəbədə indəllahdadır, şəhidlərin sərvəri Seyyid-i Şühəda təbii ki, qat-qat bunlardan üstündür. Biz ağlamırıq ki, şəhidlərimiz behişdədir. Xeyr, behişdədir, bizə duacıdırlar onlara ruhlara. Amma biz onlara olunan zülmə ağlayırıq. Və bu ağlamağımız özü zülmün əleyhinə bir qiyamdır. Biz baxsaq tarixə, Həzrəti İmam Səccad əleyhissalam Kərbəladan 30 il sonra təqribən dünyasını dəyişdi, şəhid oldu. Təqribən 30-30-una çəyil. Qadağan idi İmam Hüseyn məclisləri. İmam Səccad bir kəsi idi ki, Kərbəlada o hadisələri gözü ilə görmüşdü. Bizim Kərbəla hadisələrini görən imamlarımızın arasında 2 dənə məsum imamımız var. Biri İmam Zeynəl Abidin əleyhissalamdır ki, narahat idi. Canlı bir şahid olmuşdu. Canlı şahid idi, amma narahat idi. Allahın hikməti idi ki, o diri qaldı. Bəli. Bir də İmam Baqir əleyhissalam ki, yaşı az idi, 4-5 yaşı vardı, tarixdə vardı. İmam Səccad əleyhissalam o hadisələri gözü ilə görmüşdü, iştirak etmişdi. İmamın böyücü, kiçiyi olmaz. İmam Baqir yaşı az, o da eynən odur.
İmam Səccadın vaxtında Bəni Üməyyənin ən şiddətli vaxtları idi. Əzadarlıq məclisləri qadağan idi. Yəni atmadan vaxtları idi belə. Bəli, bəli. Çox çətin idi, həddindən artıq. İmam Səccad əleyhissalam nə edirdi? Ağlam onun qəlbinə fəda olsun. Görərdi, misal üçün, bir nəfər su içir. Həzrəti İmam Hüseyin əleyhissalamı zikr eləyərdi. Atamı susuz boynunu kəsdilər. Ya misal üçün, gətirərdilər, rivayətdə var, yemək qoyardılar Həzrətin müqabilində ki, anam atam sənə fəda. Bu bitki çörəyi ginən, bu qəzadan nuş elə ginən. Həzrət ağlayardı, deyərdi ki, atam ağzı orucu idi, acı idi, heç iftara çatmadı. Hətta rivayətimizdə var ki, İmam Səccad əleyhissalam bir heyvanı görürdü qəssabxananın yanında, deyir, istəyirlər zip eləsinlər ki, halal bir şeydir, kəs yi, istifadə elə. Həzrət deyərdi ki, aya bu heyvana su vermişsiniz, su verin ona birinci. Niyə? Deyir, çünki mənim atamın susuz başını kəsdilər. Bu cür əzadarlıqlar eləyirdilər. Saxlayırdılar. Nəyin vasitəsilə? Göz yaşlarının vasitəsilə. Bəs bizim göz yaşımız gərəkdir ola. Və bizə tapşırıqdır. İmamlarımızdan tapşırıqdır. Hərisan adlı bir şəxs İmam Sadıq əleyhissalamın huzurunda tarixdə var. Qeyd olunur, İmam Sadığın vaxtında, Mənsurun vaxtında da çətin idi, Abbasilərin vaxtında əzadarlıq məclisləri. Hərisan da məddah idi. Orada oxuyurdu, burada oxuyurdu. İmam xəbər göndərdi ki, gəlsin yanıma. Gəldi, dedi, Yəbnə Rəsulullah, anam atam sənə fəda, nə istəyirsən? Dedi, eşitmişəm, siz yığışırsınız orada, burada, gizlində, Cəddim Hüseyni ağlayırsınız, əzadarlıq verirsin. Və sən də gözəl oxuyursan Hərsan. Hərsan dedi, mənim gözüm doldu, ağladı, başını saldın aşağı. Dedi, istəyirəm bugün gecə yığışaq, sən orada Cəddimdən oxuyasan. Hərsan deyir, gecə idi, gizlində yığışdıq. Bir otağa pərdə çəkildi, xanımlar bir tərəfdə əyləşdi, kişilər bir tərəfdə. İmam əyləşdidir başda. Mənə dedi, gəl əyləş yanımda, dedi. Mən xəcalət çəkdim. Dedim, Yəbnə Rəsulullah, mənim ləyaqətim yoxdur. Gəlim, sənin huzurunda əyləşim. Həzrət dedi, əyləş. Deyir, əyləşdim. İmam ki, deyir, sakit oturmuşdu, mənim deyir, səsim çıxmırdı, utanırdım imamın yanında danışım. Baxdı mənə Hərsan, dedi, zikr elə o müsibətlərdən. Dedi, başladım danışıq kimi. Dedi, yana Hərsan, belə yox. Dedim, ağa, necə? Dedi, necə oxuyursunuz da olanda o cür. Dedim ona ki, Yəbnə Rəsulullah, belə yaxşı, utanırdım bir imamın qabağında. Hərsan dedi ki, Hərsan, yox. Necə oxuyursunuz elə? Dedi, başladım zikr müsibət Həzrəti İmam Hüseyndən, ailə, evladından, balalarından zikr elədim, gördüm imam deyir, çox şiddətlə, bəqa, buqa, ənşəydir, şədida. Deyir, şiddətlə Həzrət ağladı. Deyir, mən yavaş-yavaş ayaq verdim, deyir, saxladım. Deyir, imam gördüm, mübarək başını yaxınlaşdırdı mənə. Dedi, zid ya Hərsan, biraz da artırıram, deyəm. Zid ya Hərsan. Deyir, o qədər ağladı İmam Sadıq əleyhissalam, biz elə bildik ki, İmam Sadıq özündən getdi. Bəs bugün bizə gəlib əllərimizə çatan bu əzadarlıq məclisləri bu boş yerə deyil. Biz İmam Hüseyin əleyhissalamın adına konferanslar vura bilərik, elmi məclislər vura. Çünki imam elmin xəzinəsidir, elmin mədənidir. Biz imamları bu cür tanırıq, əqidəmiz budur. Peyğəmbərin təyin etdiyi canişinlər, Peyğəmbərin əzizləri, özü də İmam Hüseyin əleyhissalam Peyğəmbərin canıdır. Əbna-ənədə İmam Hüseyin deyir orada. Ənfusanada Əli əleyhissalam da orada. Bunlar Allah tərəfindən təsdiq olunmuş şəxslərdirlər, seçilmiş şəxslərdirlər. Bu öz yerində, bu əla. Amma bizim əzadarlığı məclislərimiz ki, bugün biz əynimizə qara köynək giyinirik, sinə vururuq, mərsiyə deyirik, əzadarlıq edirik, ağlayırıq. Bu bizə tapşırıqdır. Kimdən? Peyğəmbərdən. Bizim İmam Sadıqımızdan, bizim İmam Rızamızdan ki, o məşhur hədisdir. Niyə görə İmam Hüseyin şəhid olmamış, biz əzadarlığa başlayırıq? Niyə? Hələ Muharrəmin əvvəl günləridir. Ayın 10-unda Aşurada şəhid olurum. Amma biz Muharrəmin 1-dən əzadarlığa başlayırıq. İmam Rıza əleyhissalam nə dedi?
dedi ki, atam elə ki deyir Muharrəm daxil olardı, başlayardı ağlamağa, qəmli olardı. İmam Kazım sözü. İmam Kazım əleyhissalamsın. Və ondan sonra Aşura günü çatanda şiddətli əzadarlıq eləyib ağlayardı. Bəs biz təqlid edirik imamlarımıza. Onların yolunu saxlayırıq. Yəbnə Şəbib məşhur hədisdir. Ac gördün Hüseyinə ağla, susuz gördün Hüseyinə ağla, əzilmiş gördün Hüseyinə ağla. İmam Hüseyin əleyhissalam üçün bir gözəl kitab var. Seyyid Qadir adlı bir şəxsdir. Çox gözəl, çoxdur İmam Hüseyin əleyhissalam barəsində kitablar. O İmam Hüseyini Şəhid-i Səbr adlandırır. Həqiqətən də Həzrət İmam Şəhid-i Səbirdir. Hər şəhid bir dəfə şəhid olurdu. Amma Seyyid-i Şühəda 72 dəfə şəhid oldu. 72 dəfə. Yəni hər bir şəhidlə Həzrət İmam Hüseyin əleyhissalam şəhadətə çatırdı. Hər bir şəhidlə. Biz Kərbəlanın acılığını, müsibətini nə qədər də dilimizdə zikr eləsək, onu biz çatdıra bilmərik. Heç o hətta başa da düşə bilmərik. Niyə? İmamlar nə dedi? La yevməkə ya Əbu Abdillah. Heç bir gün sənin günüvə çatmaz ya Əbu Abdillah. Heç bir gün. Həqiqətən də biz tarixi oxuyuruq, görürük imam hər bir şeyini verdi də. Hacı, belə bir şairin bir misrası düşür yadımdan. Həzrət İmam Hüseyin əleyhissalam üçün mənə bu çox düşündürürdü. 1950 olmaz. Bir gün bir nəfər sual verir ki, mən ki bu qədər daş vurulmuşdu, ox vurulmuşdu, nizə vurulmuşdu. Mən o hallərin birine sual verdim bu barədə. Dedi, orada tək ox, nizə, daş yarası deyildi. Bəli. Orada böyük bir qəlb yarası da var. Bəli. Hacı, o qəlb yaralarından biri də ki, ağanın sonuncu qurbanı idi. Bəli. İstəyirəm ki, Bəli, bizim Kərbəlada bunu deyim, sonra onu deyim. buyur. Dedi ona ki, Allah lənət eləsin. Dedi, o işi nöş gördün. Həzrəti Zeynəb üçün deyir. Hüseynə tərəf ki, İmam Hüseyin əleyhissalama hələ Əsqərdən qabaq ki, o Həzrət axırıncı dəfə istəyirdi. Bəlkə hidayət olsunlar. Daşla Həzrət əlin qaldıranda daş atdılar, dəydi Həzrəti mübarək alnına, qan başladı axmağa. Hop Zeynəb düzdür, Zeynəbdir, Ummul Məsaib, müsibətlər anası. Amma bir xanımdır, bir bacıdır da. Bir qadındır. Bəli, bir qadındır bu. Özdəki nə qədər əzizlər şəhid olublar. Elə hamısını qoysaq bir qırağa, 2 dənə cavan evladı şəhid olub. Qardaşlar, qardaş balaları. 17-18 dənə Bəni Haşimlə şəhid vardı orada. Dedilər orada ki, bir məlun oradan dedi, biz bunu inan. Dedi, niyə görə bunu elədiniz? Biri dedi orada, tarixdə var. Dedi, istəyirik Zeynəbin qəlbini biraz da yandıraq. O axır ləhzələr idi, Həzrəti Seyyid-i Şühəda əleyhissalam. Dedi, bəlkə həya eləsinlər. Bəlkə həya eləsinlər. Əl saxlasınlar. Həzrəti Əl-Əsqər ağa ki, 6 aylıq bir körpə idi, südəmə bir körpə, susuz idi. Əlində gətirdi Həzrəti Zeynəb salamullahi əleyhaya dedi, gətirdi, təhvil verdilər İmam Hüseyin əleyhissalama. Gəldi orada göstərdi Əl-Əsqər əleyhissalamın mübarək əllərinin üstündə ki, rəhm eləyin bu uşağa. Bu Peyğəmbər ailəsidir, Peyğəmbər sülaləsidir, Peyğəmbər nəslidir. Aparın, özünüz su verin ona. Dedi ona ki, oxuvu hazırla, hərmələ lənət deyə. Dedi, atanı vurum ya balanı vurum. Bu, Kərbəlanın ən acı yerlərindəndir. Dedi, yox, atanı vurma. Dedi, o balanın boğazı, nə nişan gəlir.
O balanın mübarək boğazı nə boyda idi ki, o ox. İmam Hüseyn əleyhissalamın mübarək sözü, kəlamı ağzında idi. Ox hərəkət elədi, Həzrəti Əli Əsqər əleyhissalamın mübarək boğazına dəydi. Niyə görə elədin? Dedi, Hüseynin qəlbin biraz da yandıraq biz. Çox müsibətdir, həddindən artıq. Həzrəti İmam Hüseyn əleyhissalam tarixdə var o acı yerlərindən Kərbəlanın. O almışdı ki, uşağı aparsın, su versin. Bəlkə su verirlər. Bəli də. İmam Hüseyn əleyhissalam deyir, xeyməyə qayıtmaq istəyir. Əli Əsqər ağa da Həzrətin əlində. Aləm fəda olsun Həzrəti Zeynəbin. O mübarək qəlbi. Deyir, yazır tarixdə, deyir Zeynəb, deyir, gördüm Hüseyn bir qədəm qabağa gəlir, bir qədəm dala gedir. Zeynəb öz evladları şəhid olanda gəlmədi. Dedilər, hamısı şəhidlərsin, gedirsən, niyə görə gelmirsən? Dedi, yox, qardaşımın gözü gözümə düşər, utanar ki, evladlarım bu cür oldu. Deyir, Həzrəti Zeynəb özün verdi qabağa. Dedi, mən qoymaram ki. Çox acıdır. Kərbəla müsibətin biz nə qədər zikr eləsək, nə qədər danışsaq, həddindən artıq müsibətdir, həddindən artıq acı. Amma bizim borcumuz budur ki, biz imamlarımızın, Peyğəmbərimizin, Allahımızın tapşırığı əsasında bu müsibəti həmişə zikr eləyək və həmişə yadımızda olsun. Və necə ki, Quran Hud surasının 120-ci ayəsində buyurur ki, tarixə diqqət eləyin. Tarixdə sizin üçün mühüm mesajlar var və tarixi yaşadın. Biz bu tarixi Allahın izni ilə yaşadırıq, bizə ötürüblər. Biz də özümüzdən sonra Allah tövfiq versin, bu günləri mübarək saxlayaq, təmiz saxlayaq və özümüzdən sonra gələn nəsillərimizə ötürək inşallah. Mənim yavərim Allah, mənim davərim Allah, qalıb əllərim üstə, Əli Əsqərim Allah. Mənim yavərim Allah, mənim davərim Allah, qalıb əllərim üstə, Əli Əsqərim Allah. Axan qan sənə qurban, çıxan can sənə qurban, Hezaran bilətifli, ləbəl şan sənə qurban, Əsirəm sənə qurban, Kənizan sənə qurban, Hüseynin nəyi vardır, nə madəm sənə qurban, Hüseynə kərəm eylə, Hüseynə kərəm eylə, özün sən kərim Allah, özün sən kərim Allah, mənim yavərim Allah, mənim yavərim Allah, mənim davərim Allah, mənim davərim Allah, qalıb əllərim üstə, qalıb əllərim üstə, Əli Əsqərim Allah, Əli Əsqərim Allah, bəzmi vüsalə, Bəzmi vüsalə bir gülü xəndan gətirmişəm, Qundaq içində dəstək reyhan gətirmişəm. Qorxum budur ki Xudaya, qorxum budur ki layiq dərgah olmasın niyəsən. Çün çok solubdu yar, rengi perişan getirmişem.
Çün çal çalıp duyar, rengi perişan. Götürmüşem Hüseyin diyerem. Ta ne kadar canım var, Hüseyin diyerem. Bir sene gümanım var. Kim vurar sinəvi zənciri qavra köynək geyər, əcrini məhşər günü Siddiqe-i Kubra verər. Dəyərli izləyicilərimiz, bugün studiyamızın qonağı çox dəyərli ilahiyyatçımız, əziz qardaşım, Hacı Namiq qardaşım oldu. Hacı, mən yenə də sonda sizə özlərin təşəkkürümü bildirirəm. Allah razı olsun. Siz bir neçə dəqiqədə olsa bizi Kərbəlaya bağladınız. Həzrəti İmam Hüseyin Əleyhisselamın o sonuncu qurbanının müsibətindən ərz elədiniz. Allah təbarək və təala sizdən razı olsun. Dəyərli izləyicilərimiz, elə sabah günün bu vaxtına qədər sizlərdən ayrılırıq. Bizləri dua etməyi unutmayın, Hüseynsiz olmayın. Sağ olun, salamat qalın.